Hər kəsi salamlayıram. Bugünkü mövzumuz mədə-bağırsaqla bağlı olacaq və ən çox insanlar bugün nədən şikayətlənir? Dilimin üstündə ərp olur, səhər duranda ağzım elə bil palçıq kimidir. Dilimin üstündəki ərpi təmizləmək istəyirəm. Bu məni narahat edir və həmin bu barədə biz qısa da olsa danışaq sizinlə. Mədə-bağırsaq problemi, həzm problemində əgər problem varsa, hansısa patologiya varsa, mütləq dilin üstündə o ağ ərp və xəritə şəkilli o ərplə örtülü olur. Və bu həmçinin uşaqlarda da ola bilər. Çünki həzm sistemində narahatçılıq olduqda bulbit ola bilər, reflüks olur, dudinit olur, mədə-bağırsaq xorası ola bilər, xroniki qastritlər ola bilər. Bu kimi xəstəliklərdə siz bu əlamətləri görə bilərsiniz. Bu da fərdi ola bilər. Bu hər kəsdə olmaya bilər. Elə adam var ki, mədə-bağırsaq problemi var, amma təbii ki, onda heç bir əlamət də olmaya bilər. Sancı ola bilər, köp ola bilər, dilinin üstündə ərp olmaya bilər. Amma elə insanlar var ki, yuxudan duran zaman bununla üzləşir və uzun müddət bununla mübarizə aparmağa çalışır. Bəzən eşitmişik ki, dilin üstünü fırçalayırlar, ağzı qarqara eləyirlər, müəyyən vasitələrdən istifadə edirlər ki, bu ərpdən yaxa qutarsınlar. Amma onu unutmayın ki, əgər mədə-bağırsaq həzm sisteminizi müalicə etməsəniz, bundan uzaqlaşa bilməzsiniz. Mütləq çalışın ki, mədə-bağırsaq sisteminə nəzarət eləyin, qəbizliyi aradan qaldırın. Əgər ishal varsa, mütləq ishala nəzarət eləyin. Mədə-bağırsaq həzm sisteminiz normal işləsə, heç bir probleminiz olmasa, xoralardır, 12 barmaq bağırsağın yaralarıdır, hətta parazitar xəstəliklər özü də mədə-bağırsağı yükləyir və mədə-bağırsaqda problemlər yaradır ki, bunları aradan qaldırmayınca siz həmin demək olar ki, xəstəliklərdən uzaqlaşa bilmirsiniz. Ona görə həzmi yaxşılaşdırın, dilin üzərində olan ərpin tam getməsinə nail ola bilərsiniz. Videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.